Əxlaqsız bir qadın, çox üzr istəyirəm sizdən, dönə-dönə. Açıq-saçıq geyimdə, dayanıb yolun qırağında, bu da əmmamədə, əvada, Seyid də özdə. Maşınla gedir, maşını saxlatdırdı, yanındakına dedi ki, ged o qadını çağır, gəlsin bura. Deyir, ağa, sən hara, o hara? Onunla sən nə işin, ayıbdır, biri körən olar, nə vəziyyətdə, sən nə vəziyyətdə? Deyir ki, sən ged çağır. Çağırır, deyir ki, bax, mənə bu pulu veriblər. 10 gün Seyid-i Şühədanın məclisində, İmam Hüseynin məclisində danışmışam. Bunun əvəzini, yəni maddi mənada da veriblər, mükafat kimi, muz kimi, maaş kimi. Heç açıb baxmamışam nə qədərdir, bilmirəm. Heç önəmli də deyil mənə. Açmamışam, bunu verirəm sənə. Amma İmam Hüseynə söz ver, bu İmam Hüseyin puludur, İmam Hüseynin getirir. İmam Hüseynə söz ver ki, dayı, bu işlərə, bu yola düşməyəsən. Söz ver İmam Hüseynə. Deyir, verir, arxaya da baxmır, çıxır, gedir. Gedir, bir il sonra deyir, Kərbəladaydı. Bir nəfər deyir ki, ağa, bu xanım sizi çağırır. Gəlir, görür ki, hicabda, çarşabda bir xanımdır, üzündən çəkir örtüyü, deyir ki, məni tanıdınız, deyir, yox. Deyir, yadınızdadır, həmin o küçədə dayanmışdım. Mənə gəldiniz, kömək elədiniz. Sən başçığı götürdün, getdin, arxaya da baxmadın, amma mən oturdum yerə ağladım. Dedim, ya Abdullah, mənə də nəzər eləyirsən, mənə də fikir verirsən. Oturdum, deyir, ağladım mən orada və mən dəyişdim.